Salamlar. İndi isə belə bir tapşırıqda suallara baxaq və hər birini sizin üçün ən asan formada izah edəcəm. Bizdə deyir ki, düzgün cavabı seçin A, B yoxsa C. Gəlin baxaq birinciyə. Biz birinci cümlədə ismə baxdıqda cəm isim görürük. Computers. Bildiyimiz kimi əksər isimlər cəmləndikdə ismin sonuna S və ya ES əlavə edirik. Computerdə sonuna S əlavə etməklə düzələn isimlərdən biridir. Və burada biz baxırıq ki, ismimizin qabağında eni var. Eni inkardan sonra işlənən əvəzlikdir. Buna görə də biz ən birinci burada isim cəmdə olduğu üçün isimdən zeri-zira ifadəsini uyğunlaşdırmalıyıq. Bizim qaydamız necə idi? Zera üstə gələk cəm isim, zeriz üstə gələk tək isim. Və biz hal-hazırda həmin ismə baxdıqda nə görürük burada? Həmin isim cəmdədir. Əgər biz həmin ismin cəmdə olduğunu görmüşüksə, o zaman bunu yazmaq üçün biz burada nədən istifadə etməliyik? Biz burada istifadə etməliyik. Deməli, mən sizin üçün qeyd edeyim. Zeradan. Düzdürmü? Lakin cümləmdə eyni var. Bu mənə nəyi xatırladır? Cümləmin inkarda olması lazım olduğunu. Və cavabım olacaq zero are not. Deyir ki, sinif otağında heç kompüterlər yoxdur. Bir daha izah edirəm. İfadəmiz ya zeriz, ya zera olmalı idi. Kompüter sonuna S əlavə olunduqda cəmlərin isimlərdən biridir və kompüterlər mənasını daşıyır. İsim cəmdə olduğu üçün mən B və C-yə baxıram. Eyni olduğu zaman həmin cümlə inkarda olmalıdır. Eyni inkardan sonra gəlir deyə düzgün cavab olacaq C variantı. İndi baxaq ikinciyə. Nöqtələrdən sonraya baxırıq. Backpack bel çantası deməkdir. Biz baxırıq variantlara. Variantlara baxdıqda mənim ağlıma gəlir ismin yəlik halı. İsmin yəlik halı. Yəni apostrof S. Biz apostrof S-dən sonra isim yazdıqda bu hesab olunur ismin yəlik halı. B variantında heç bir apostrof yoxdur. Victor yazıb belə bir quruluş olmaz. Üstündən xətt çəkirəm. C-də Victor yazıb. Lakin iki ismə yanaşı qoyduqda yəlik hal olmur. Yəlik hal Azərbaycan dilində ın, in, un, ün şəkilçisi kimi tərcümə olunur. Bunu ingilis dilində göstərmək üçün biz tək isimlərin sonuna apostrof S əlavə etməliyik. Bu isə harda var? A-da. Və bizə sual verir. Is this Victor's backpack? Bu Victor'un bel çantasıdır. 3-də yenə eyni var. Eyni həm sual, həm inkar cümləsində işlənir. Biz birinci gəlin variantlara baxaq. B variantında nə görürük uşaqlar? You-la has. You-la has işlənər? Əlbəttə ki, yox. You-la olacaq nə? You have. Düzdürmü? Bəli. Deməli, B variantına çıxıram. Sual cümləsidir. Sual cümləsi olduğu təqdirdə have, has feilinin sualı do köməkçi feili ilə düzəlir. Çünki ikinci şəxsin təkində biz do-dan istifadə edirik. Do, yəni köməkçi feil, üstə gəl mübtəda, üstə gəl əsas feil. Düzgün cavab olacaq C variantı. A variantı ona görə səhvdir ki, cümlə sualdır, təsdiqdə deyil. 4-də bizə nə deyir? Two bedrooms. Mən həmişə demişəm, qaydamızı yadınızda saxlayın. Əgər ismin qarşısında birdən yuxarı miqdar sayı varsa, isim hər zaman cəmdədir. Burada da deyir ki, bu evdə 2 yataq otağı var. Deməli, mən sizin üçün cümləni tərcümə elədim. Ancaq gəlin variantlara baxaq. Cavab olacaq C variantı. Çox qəşəng düşündürücü testlərdir və mütləq bunu 6-cı sinif testləridir. Mütləq şəkildə 6-cı sinif şagirdləri bu testləri işləməlidirlər. Hər kəs diqqətli olsun. A-da yazıb da Z. Z onlar deməkdir. Şəxs əvəzliyi özündən sonra xəbər qəbul edir. Özündən sonra isim qəbul etmir. Mübtəda qəbul etmir. Onsuz da mübtədadır. B-də Z-yə özündən sonra nə qəbul edir? İsim. Hətta özündən sonra belə deyim də sizin üçün say isimdə qəbul edə bilər. Misal üçün onların 2 otaqları, 2 yataq otaqları. Lakin burada nə yoxdur? Xəbər yoxdur. Məsələn, mən burada Z-əni qoyaram. Eləmi? Gəlin sizin üçün deyim. Mən burada yazaram Z-yə bedrooms. O zaman mənə ad lazım idi. Nöqtə. Cümlənin özündə ad olmalı idi. Yəni, to be feilim. Yoxdur ki. Gəlin tərcümə eləyək. There are 2 bedrooms in this house. Onların 2 yataq otağı bu evdə. Bu evdədir olmalıdır. Düzdürmü? Dil şəkilçisi addır. Məndə ad yoxdur cümləmdə.
Deməli mənim variantım olacaq C variantı. Zira hardasa nəsə var. Yəni bu evdə 2 yataq otağı var. Addır çünki ismin qarşısında birdən yuxarı miqdar sayı gəlib, isim cəmlənib, 2 yataq otağı cəmdə ad işlənir. Təkdə isə is. Burada deməli names yazıbdır uşaqlar. Gəlin fikir verək. Cəmdədir. Names. Mən baxıram A-ya. Yenə kimlərinsə adlarını soruşur bizdən. Yəli hal lazımdır, düzdürmü? A-da yəli hal yoxdur. Yəli hal apostrof S-lə olmalıdır. B və C-yə baxıram. B-də mam, yəni ana sözündə apostrof qoymayıbdır. C-də isə qoyubdur. Burada sual verir ki, sənin anan və atanın adları nədir? Uşaqlar, ananın adı ayrı addır, atanın adı ayrı addır. 2 fərqli ad var. Və əgər bizim yəli haldan sonra gələn ismimiz cəmdədirsə, deməli bu isim yəlik hal qəbul etmiş, yəlik halda olan sözlərin hər ikisinə ayrı-ayrılıqda aiddir. Bir daha deyirəm. Yəli haldan sonra gələn isim cəmdədirsə, yəni names, diqqət. Orada names sözü hər ikisinə ayrı-ayrılıqda aiddir. Yəni ananın adı və atanın adı. B variantı səhvdir. Çünki ana və ata apostrof S sadəcə sonuncu ismə qoyulduqda, bu o demək ki, ikisi ortaqdır. Yəni ana və atanın ikisinin bir adı var. Məsələn, ikisinin də adı Tomdur və yaxud ikisinin də adı Juliadır. Ola bilər, ola bilməz, bizə gülərlər. Olacaq C variantı. A6-da çox maraqlı bir sualdır yenə. Mən bayaq sənə dedim, şəxs əvəzinin adlıq alı. Hər zaman mübtədə olur. Özündən sonra isim gəlmir. Heç cür özündən sonra isim gəlmir. Bəli, Z-yə çıxdım. Deməli uşaqlar, mənim xəbərim burada nədir? Is. Burada ara ehtiyac var? Yoxdur. Doğru cavabımız olacaq Z-yə. Onların deməkdir, özündən sonra mütləq isim gəlməlidir. What is their nationality? Onların milliyyəti nədir? 7-də gəlin elə variantlara baxaq. Uşaqlar, have sahib olmaq, malik olmaq deməkdir. Mənim nəyimsə var, onun nəyisə var. Aynən have işlənir. Ancaq biz baxırıq ki, burada nəsə bizə bir notu gözümüzə soxur ki, burada bir inkarlıq var da. Ay şagird, sən diqqətli ol. Have-in inkarı nəyindən düzəldir uşaqlar? Bayaq dedim, sualı do, does'la. İndi orada mən does'ı demədim, do dedim, you-ya aid idi. Üçüncü şəxsdəki də does olacaq. İnkarı da does not have, don't have-lə. I-la, don't-la işlənənə görə don't have. B və C variantında kimi bir quruluş yoxdur. Yoxdur elə quruluş. 8-də favorite game, favorite sevimli deməkdir. Bu sizi çaşdırmasın ki, burada sifət var. Özündən sonra nə gəlibdir? İsim. Deməli biz bayaqdan nədən danışırdıq? Yəlik haldan. Biz iki ismi yanaşı qoya bilmərik. Biz həmin zaman ismin birini yəlik hala çevirməliyik. Məsələn, what is your cousin favorite game? Sənin, nə bilim, əmi uşağının sevimli oyunu nədir? Əmi uşağı. Oradan yoxdur. Burada var, bəli. Ancaq C-da yenə apostrof S yoxdur deyə yanlışdır. 9-da sual cümləsidir. Çox qəşəng. İndi baxaq. Uşaqlar, selfon nədir? Telefon. 5-ci sinif dərsinin sözüdür. Deməli, selfon sayıla bilən tək isimdir. Qarşısında article olmalıdır. Biz indi baxırıq. A variantında article yoxdur deyə çıxıram və baxıram B variantından C variantına. Deməli, sual cümləsində mən nə dedim? Sual cümləsində olacaq any. Bizə də cavab olaraq uyğun gəldi nə? Elə B variantı. Onda new friend. Baxın, bayaqki favorite game oxşuyur. Sifət üstə gəl isimdir. Burada mən yolunu yenə çıxıram. Nə dedim? Yoldan sonra nə dedim mən? Bayaq. You sən deməkdir də. Olmaz. İsim gəlməz. You mübtəda kimi olar ancaq. Burada is var, burada ad var. Bunu da çıxdım. Qaldı bu. Özündən sonra isim gəlir. Yadınızda saxlayın ki, özündən sonra isim gələn əvəzliklər my, your, her, his, its indi az işlənir. A və your, z-yə. Onlardan sonra isim gələndə ikisinin arasında sifət də gələ bilər, say da gələ bilər. Məsələn, who is your new friend? Sənin yeni dostun kimdir? Daha çox video üçün izləməyi və bəyənməyi unutmayın. Thank you. Goodbye.